Mən bir il qabaq proqnozlar vermişdim. O proqnozların hamısı bir-bir özünü doğrultdu. İndi növbəti bir proqnoz videosu çəkəcəm, amma ondan qabaq gəlin yadımıza salaq o videoda nələrdən danışılmışdı. Trumpın seçilməyindən, Trump seçildi. Qızılın qiymətinin qalxmağından, o vaxtdan bəri 2400-dən 3400 dollara qalxıb qızıl. İran müharibəsindən, İranla Yəhudilərin arasındakı müharibədən və Trumpın bu müharibəni dəstəkləyəcəyindən və sairədən danışmışam. Ona görə gəlin o videoya yenidən baxaq. 3-cü Dünya müharibəsi çox yaxındadır. Nəyə görə belə fikirləşirəm? Bir çox faktorlara görə, yəni baş verən hadisələri analiz edəndə başa düşürük. Birincisi, qabaqdan resesiya gəlir. Yəni stok marketlər düşür, analitiklər başa düşür ki, pul dəyərini itirəcək, hamı başa düşür ki, pul lazım olacaq. Ona görə pulu çıxardıb evdə saxlamaq və yaxud hansısa bir başqa formada saxlamağı tərcih edirlər. Bundan başqa Amerikada prezident seçkiləri gedir və prezident seçkilərində bu yaxınlarda Trumpın sui-qəsd cəhdi oldu. Bu elə belə hadisə deyil. Əvvəllər Kennedy o vaxtı pulu, dolların çapını o Fedin əlindən alıb dövlətə keçirmək istəyəndə onu məhv elədilər. Hal-hazırda Trump da nəsə eləmək istəyir deyə və yaxud nəsə eləmək istəmir deyə onu öldürmək istədilər. Və çox maraqlı bir səhnə var orada. Yəni ki, Trump çıxış eləyir, arxasında snayper dayanıb və o damın üstündəki snayperi də görür, amma atəş açmır. O atəş açandan 2 saniyə sonra snayper həmin o atəş açan adamı vurur. Ona görə artıq orada deyirlər ki, hə, atəş açan adam ölüb. Ona görə Trump da bir cəsarət əmələ gəlir və qalxır, əlini qaldırır ki, bəs mənim üçün vuruşun. Bu nədir? Bu çox standart bir konspirasiyadır. Yəni ki, Amerika çox tez-tez belə şeyləri eləyir. Çünki Amerikanı idarə edən adamlar prezident, senat falan deyil. İdarə edən adamlar tamam başqa adamlardır. Və hətta o xüsusi xidmət orqanının o biri snayperi o cür tez öldürməyinin xüsusi bir məqsədi var. Odur ki, o snayper əgər tutulsa, o sirləri aça bilər. Yəni o dindiriləndə sata bilər ki, buna sifariş hardan gəlib, gedib mənbəyə çıxa bilərlər. Ona görə əvvəlcədən tapşırıq verilir ki, oradan atəş açılacaq, açılandan sonra öldür onu. Açılandan sonra öldür ki, sonra bu məsələlərin üstü açılmasın. Və o atəş açan adamdan indi hansısa bir ehtiyacı olan bir adamdır, pul alıb, ya ailəsini xilas eləmək istəyir, ya nəsə varlanmaq istəyir, hər nəsə, ya da axmağın biri də o başa düşmür ki, onu öldürəcəklər. Bunu edib. İndi sual olunur ki, Trump nə eləmək istəyir və yaxud nə eləmək istəmir ki, onu öldürmək istəyirlər. Trump birinci seçimində deyirdi ki, mən müharibələri dayandıracağam. Amerika daha müharibə eləməyəcək kənarda. Bu dəfə elə söz vermir. Bu dəfə verdiyi söz odur ki, Rusiyanın Ukrayna arasındakı müharibəni dayandıracaq. Amma eyni anda İsraillə Fələstin arasında ciddi müharibə gedir. Müharibə demək olursa daha çox soyqırımdır. Yəni ki, İsrail Fələstini qırır. Və bu regionda çoxlu çaxnaşma baş verir. Orada İran qaşınır, orada Rusiya ilə problem və s. Və bu müharibə hələ ki dondurulur. Yəni 3-cü Dünya müharibəsi çoxdan olmalıdır. Çünki nəyə görə olmalıdır? O yenə də pul qazanan adamlar iqtisadi krizis gələndə mütləq bir müharibə başlamalıdır. Çünki artıq əvvəlki kimi pul qazana bilmirlər, amma istəyirlər. Ona görə fokus keçir müharibəyə. Müharibə ən gəlirli sahələrdən biridir. Və sistem resetlənir və o müharibə dövründə də başqa sahələrdə krizin olmağı adi adamları o qədər narahat eləmir. Çünki hamı sağ qalmaq istəyir. Bir yerdən sonra belə alınır ki, müharibə bitir, təzədən çiçəklənmə dövrü başlayır. Yəni təzədən stok marketlər artmağa başlayır, insanlar sivil adi həyatına qayıtmağa başlayır və s. Bu illər çəkir, 5 il, 10 il vaxt çəkir. İndi Trump qorxurlar ki, birdən Trump gələr və 3-cü Dünya müharibəsini eləməz. Ona görə onlara kukla lazımdır və Bidenin ikinci dəfə namizədliyini verməyə səbəbi də odur ki, o ideal kukladır. Onlar hələ belə prezident görməmişlər ki, ümumiyyətlə heç bir öz fikri olmasın, nə desən eləsin və s. Yəni idarə eləmək çox asandır. Onun üçün fikirləşirlər ki, Biden bir dəfə udubsa Trumpı, bəlkə ikinci dəfə də şansı var. Sonra debatlarda məhv olandan sonra, cəmiyyət başa düşəndən sonra ki, bu artıq qocalıb və bu 5 dəqiqə qabaq nə dediyi yadında deyil və uduzacaqlar. Trumpın reytingi birdən-birə 70%, 80% çatdı. Yəni 50% idi. Trump Biden'ın reytingi 30-40 arasında idi. Ona görə namizədi dəyişdilər. Və namizəd də yenə seçdilər qadın, rəngli, qara bir qadın seçdilər ki, bu həm qadındır, həm də qaradır. Bəlkə belə kombinasiya ilə Trumpa qarşı nəsə eləmək olar. Amma mahiyyət odur ki, Trump zaten qalib gələcək. Gördülər ki, o da alınmır, yəni öldürmək istədilər. Məsələ nədir? Trump seçiləcək. Və
Trump əgər əvvəl keçən dəfə verdiyi sözlərin hamısını yerinə yetirmək istəyirdi, eləyirdi. Nəyə görə? Ona lazım idi ki, reputasiya yığılsın ki, ikinci dəfə də seçilə bilsin. Görsünlər ki, bu verdiyi sözləri yerinə yetirir. Hansı ki, siyasətçi üçün çox nadir bir şeydir. Amma bu dəfə elə bir marağı yoxdur. Yəni zaten yaş da o deyil, həmçinin 3-cü dəfə prezident olmaq kimi onun fikri yoxdur. Bu dəfə tərsinə olacaq. Bu dəfə o olacaq ki, onu görəcəklər ki, Trumpı öldürə bilmədilər. Deyir, o bükə bilmədiyin əli sıxacaqsan. Onunla bir deal, Trumpın sevdiyi kimi desək, сделка eləyəcəklər, müqavilə eləyəcəklər ki, qardaş, sən gir müharibəni elə, sən buradan bu qədər bunu qazanacaqsan. Ona görə təəccüblü də olsa, elə 3-cü dünya müharibəsinin başlayacaq adam elə Trump olacaq. Çox güman ki, İrana hücum eləyəcək və İsrail onsuz da zaten dəstəkləyirlər. Bir bəhanə altında İrana müharibə elan eləyəcəklər. I will end the war in Ukraine. Bullshit. I will stop the chaos in the Middle East. Bullshit. And I will prevent World War III from happening. Bullshit. And you have no idea how close we are. Bullshit. Və onda aləm deyəcək bir-birinə. Necə ki, koronavirus başlayanda plan 1 idi, sonra kontroldan çıxdı və tamam başqa səviyyəyə gəldi, çıxdı və hamı əziyyət çəkdi. Burada da elə bir şey gözlənilir. İndi ona görə biz nə etməliyik? Mən ona hazırlaşıram və proqnozum odur ki, əgər noyabrda prezident seçkiləri bitirsə, bir 3-4 ay handover'a vaxt gedəcək. Yəqin ki, gələn il yanvarı, fevralı, martı müharibə başlamalıdır. Onun üçün nə etməliyik? Pulumuzu qızılda saxlamalıyıq. Çünki o müharibə başlayanda bütün pullar dəyərini itirəcək, olacaq kağız parçası. Başqa sözlə desək, yəni dünyanın sonuna az qalıb deyim, müharibəyə az qalıb deyim, hər nədirsə, biz ona uyğun strategiya qurmalıyıq. Yəni pul cəhətdən dedim, yəni pulu qızılda saxlamaq lazım, çünki qızılın qiyməti uçacaq. Hətta yəni sən bir yerdən başqa yerə köçəndə də daşımaq daha asandır deyək. Və yaxud başqa ölkələrdə rezidentlik olmalıdır ki, sən bir ölkədə gərginlik varsa, sən rahat şəkildə başqa ölkəyə gedib orada qala bilərsən, hansı ki, o da məndə əvvəldən var. Sizə də eyni şeyi məsləhət görürəm. Yəni bir sözlə həyatınızın bütün sahələrində yavaş-yavaş istər psixoloji, istər maliyyə, istər fiziki buna hazırlaşmaq lazımdır. Hətta məsələn o şeylərdən biri odur ki, mən dəfələrlə deyirdim ki, mən maşın almıram, niyə alım fəsair. Maşın almamın səbəblərindən biri də odur ki, müharibə vaxtı maşın çox lazımlı bir alətə çevrilir. Yəni istər nəyisə harasa daşımaq üçün, istəyir yaralı olsun, istəyir yemək olsun və yaxud ailəni çıxardıb daha təhlükəsiz zonaya çıxartmaq üçün, tutaq ki, sən gedib meşəyə gedə bilərsən, orada qala bilərsən, hara ki o hərbi əməliyyatlar üçün o qədər cəlbedici deyil. Əgər bombardman altındasansa, otur maşına, get meşəyə və s. Yəni həyatın bütün sahələrində buna məncə hazırlaşmaq lazımdır. Ümid eləyək ki, yanlışam, amma hələ ki yanlış olduğum çox az olub. İstəyir Trumpın birinci dəfə seçilməyini proqnozunu vermişdim, ikinci dəfə seçilməməyini proqnozunu vermişdim. İndi təzədən verirəm, Bitcoin olsun, devalvasiya olsun. Bunların hamısını mən əvvəlcədən öz dostlarıma, tanışlarıma, bəzən sosial mediada proqnozunu vermişdim. Hələ ki yanıldığım olmayıb. Hətta pandemiya ilə də bağlı. Çox istəyərdim ki, bu dəfə yanılım.